Salam, hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər və müəllimlər. Bugün sizinlə birlikdə öyrənəcəyimiz mövzu zərfdir. Çalışdığım qədərilə bu mövzunu aydın sadə dillə, hər tərəfli şəkildə sizə ötürə bilim. Keçək mövzunun izahına. Hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsinə zərf deyilir. Zərflər necə, nə cür, nə vəziyyətdə, nə tərzdə, haçan, hara, haraya, harada, nə qədər, nə dərəcədə və s. kimi suallarından birinə cavab verir. Zərflər həm təsriflənən feillərə, həm də təsriflənməyən feillərə aid ola bilir. Bunu nümunə ilə əsaslandıraq. Deyirəm ki, sabah gələcəm. Artıq burada zaman zərfi təsriflənən feilə aid olmuşdur. Bir də deyirəm, dünən gələn qonaqlar hələ də getməyiblər. Davamını yazmıram. Artıq gördüyümüz kimi burada zaman zərfi feil sifətə, yəni təsriflənməyən feilə aid olmuşdur. Zərflər təkcə feilə yox, eyni zamanda digər nitq hissələrinə, hətta zərfin özünə də aid ola bilir. Deyirəm ki, dünən hava yaxşı idi. Artıq gördüyünüz kimi burada zərf ismə aid olmuşdur. Başqa bir nümunə deyək. Deyirəm, dağlar həmişə dumanlıdır. Burada zərfim artıq nəyə aid olmuşdur? Dumanlı sifətinə aid olmuşdur. O bugün 5-cidir. Bugün zərfi saya aid olmuşdur. Bir də ki, əlamətə də aid ola bilir. Deyək ki, o yaman sevincli idi. Yaman zərfi artıq burada nəyə aiddir? Sifətə aiddir. İndi bunu silirəm, bu nümunələrin hər birini. Özünüz üçün qeydlərinizi götürərdiniz deyə düşünürəm. Keçid eləyək onun quruluşca növlərinə. Zərfin quruluşca növləri sadə, düzəltmə, mürəkkəbdir. Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir leksik şəkilçisi yoxdur. Məsələn, bunu nümunə ilə də göstərək. İnişil. Adətən bu sözü mürəkkəb şəklində götürürlər, ili görüb o şəkildə, amma inişin heç bir leksik mənası yoxdur. Bu səbəbdən o sadə zərfdir və keçən ildən qabaqki il mənasına gəlir. Daha sonra məsələn sırağa, gün. Bunu da mürəkkəb götürürlər, amma götürmürsünüz, çünki sırağanın da leksik bir mənası yoxdur. Başqa nümunələr, havayı, ora, bura, daha sonra qabaq, dərhal və s. kimi yenə bura bir çox nümunələri çəkə bilərik ki, onlarda heç bir leksik şəkilçidən istifadə olunmur. Düzəltmə zərflər isə kök və leksik şəkilçidən ibarət olurlar. Gördüyünüz kimi şəkilçilərin hər birini bura qeyd eləmişəm, yazarkən vaxt itirməyək deyə və hər birinə aid də nümunə sizin üçün qeyd edəcəm. Cacə şəkilçisi ismə bu şəkilçini artırmaqla biz zərf əmələ gətiririk. Türk, türkcə, ərəbcə və s. kimi bura nümunələri qeyd edə bilərik. Casına şəkilçisi. Casına şəkilçisi ismə və sifətə bu şəkilçini artıraraq biz zərf düzəldə bilərik. Deyirəm ki, qəhrəman casına, dostcasına. Qəhrəman sözün kökü, casına isə zərf düzəldən şəkilçidir. Sifətə və ismə artırılaraq düzəlir. Və onu da qeyd edeyim ki, can şəkilçisi, yəni zərf düzəldən şəkilçi olaraq çıxış etdiyi zaman vurğu qəbul etmir. O cümlədən də casına şəkilçisi. Artıq qəhrəmancasına vurğu hara düşəcək? Bura. Dostcasına da vurğu hara düşəcək? Bura düşəcək. Türkçədə vurğu hara düşür? Bura düşür. La şəkilçisinə baxaq. La şəkilçisinə deyirəm zorla. Daha çox isimləri artırılaraq bu arada zərf əmələ gətirir.
ürəklə, inadla, qəzəblə, həvəslə və s. Bu şəkilçi də vurğu qəbul etməyən şəkilçilər sırasına daxildir. Artıq zorla da vurğu hara düşür? Zorun üzərinə. Ürəklə dediyimdə vurğu bura düşəcək. Ən şəkilçisinə baxaq. Ən şəkilçisi də la şəkilçisi kimi daha çox isimdən zərf əmələ gətirir. Deyirəm daxilən, ruhən, qəflətən, sonra nisbətən, təkrarən, təxminən, cismən, qəlbən və s. kimi yenə bura bir çox nümunələri biz çəkə bilərik. Bu da vurğu qəbul etməyən şəkilçilər sırasındadır. Deməli, bu 4 şəkilçi nə oldu? Vurğu qəbul etməyən şəkilçi oldu. Aşı, yanaşı, yan, yanaşı, açı, yanaçı, çəpəki. Deyirəm, o mənə çəpəki baxdı, nə tərzdə baxdı? Çəp, çəpəki. Yana, yanə, anə. Baxaq. Saymaz, yana. Sonra dahiyanə. Bu arada onu da qeyd edək ki, bu şəkilçinin özünün tərkibində də uzanma var. Anə deyirik. Baxın, dahiyanə. Artıq bunun uzanma bu şəkildə olacaq. Dahiyanə. Şəkilçinin öz daxilində də uzanmanı müşahidə edirik. Lıq şəkilçisi zərfdən zərf yaradır. Məsələn, deyirik, həmişəlik, ömürlük, hələlik. Artıq gördüyünüz kimi burada hələlik, həmişəlik. Zərfdən nə əmələ gətiribdir? Zərf əmələ gətiribdir. Bu şəkilçilərin amonimliyi də var. Onları birazdan qeyd edəcəm. Lıq üstəgəlsin da şəkilçisi. Deyirəm ki, birlikdə, təklikdə və s. kimi yenə bura nümunələri göstərə bilərik. Bunun da təhlili təklikdə bu şəkildə olacaq. Birlikdə. G şəkilçisinə məsələn birgə, da şəkilçisinə. Da şəkilçisi isimdən zərf əmələ gətirir. Deyirəm gündə. Sonra yazda, onda. Ayrıca qeyd edeyim ki, buradakı o əvəzlikdir, yəni. O zaman mənasında çıxış eləyir bu söz. Burada da n bitişdirici samitdir. Dan şəkilçisi sifətə, saya və əvəzliyə qoşularaq zərf əmələ gətirir. Ucadan, sonra birdən, çoxdan, hərdən. Hər burada nədir? Əvəzlikdir. Dən şəkilçisi qoşularaq artıq zərf əmələ gətirib. Araq şəkilçisi. Deyirəm ki, çaparaq, qaçaraq. Bu şəkilçi ilə bağlı qeyd etmək istədiyim məqam odur ki, burada vurğu son heyəcəyə düşür. Əgər, bura ayrıca yazıram, tutaq ki, çaparaq. Vurğu bura düşürsə, artıq o feili bağlamadır. Zərf düzəldən şəkilçi kimi çıxış eləyirsə, vurğu sona düşür. Əgər şəkilçinin birinci heycasına düşürsə vurğu, artıq o feili bağlamadır. Feili bağlamanın şəkilçisidir. Sonra inə şəkilçisi, eninə, düzünə və s. kimi burada nümunələr çəkə bilərik. Inca şəkilçisinə, layiqincə, qədərincə və s. yenə bura nümunələri göstərə bilərik. Baxın, doyunca deyirəm. Bir dəqiqə bunu daha səliqəli yazdım, oxuna bilsin. Deyirəm doyunca. Çox səliqəli oldu həqiqətən. Və yaxud da deyirəm görüncə.
Bu sözlərdə ınca bütövlükdə qrammatik şəkilçisidir. Doy sözün kökü, ınca isə qrammatik şəkilçisidir. Görüncə deyirəm, artıq yenə orada gör, sözün kökü, üncə isə qrammatik şəkilçisidir. Niyə? Çünki orada feili bağlama şəkilçisi kimi çıxış eləyir. Yəni bu söz feili bağlama olur. Bu da belə getdi. Caq şəkilçisinə yaza bilərik ki, sevincək. Bu şəkilçi ilə artıq sonlandıraq. Sevin sözün kökü, cək isə zərf düzəldən şəkilçidir. Əsasən bunun kökünü sev götürürlər, sonra in leksik götürürlər. Amma olmaz, yəni sevinmək feilinin kökü sevindir. Bunu feil mövzusunda da biz sizindən keçmişdik. Şəkilçilər barədə başqa heç nə vurğulayacağım bir şey qalmadı. Son olaraq qeyd edirəm. Casına la ən şəkilçisi, zərf düzəldən şəkilçi bu arada. Onu da vurğulayaq. Vurğu qəbul etmir. İndi isə bəzi zərf düzəldən şəkilçilərin amonimliyinə keçid eləyək. Bu şəkilçilər hansılardır? Məsələn, deyirəm ki, G şəkilçisi. Birgə. Burada nə olur? Zərf. Bir də deyirəm ki, süpürgə. Artıq burada nə olur? İsim. Feildən isim yaratdı. Da şəkilçisinə keçid eləyək. Deyirəm gündə. Yuxarıda buna aid nümunələr xeyli yazdığıma görə bir dənəsindən kifayətlənirəm. Gündə dediyimdə bu nədir? Zərf. Evdə deyirəm. Evdə, kölgədə. Artıq burada dadə şəkilçisi yerli çalın şəkilçisidir. Bunu da son olaraq qeyd edeyim ki, dadə şəkilçisi zərf düzəldən şəkilçi olduqda gün, ay, il, həftə, yaz, yay, bahar, payız, təklik və s. kimi sözlərindən birinə qoşulmalıdır. Bu zaman o nə kimi çıxış edir? Zərf düzəldən şəkilçi kimi çıxış edir. Dan şəkilçisi. Nə nümunə çəkdik dana? Məsələn, ucadan dedik. Hərdən. Ucadan. Burada bildik ki, artıq nədir? Zərf düzəldən şəkilçidir. Qeyd eləmişdik ki, sifət sahibi əvəzliyə qoşulanda zərf əmələ gətirir. Deyirəm bir də evdən. Artıq burada nədir? Çıxışlıq halın şəkilçisidir. Can şəkilçisi. Bu arada bunların variantlarını da yazaq. Da, dən, dan, dən, ca, cə şəkilçisi. Caya dedik türkcə. Burada nə oldu? Zərf. Bir də deyirəm ki, məncə. Artıq buradakı cə qoşmadı. Zərfə əgər bu şəkilçi qoşularsa, məsələn, indicə, yavaşca, artıq bu ədat olur. Bir də başqa bir nümunə deyirəm ki, düşüncə. Burada nə kimi çıxış eləyir? Feildən isim düzəldən şəkilçi. Düşüncə. Yeni bir səhifə açaq. Daha sonra la şəkilçisi. La şəkilçisi mücərrəd isimlərə qoşularaq daha çox zərf düzəldir və nə dedik? Necə sualına cavab verir. Məsələn, deyirəm, qəzəblə mənə baxırdı, necə mənə baxırdı, nə tərzdə mənə baxırdı. Bir də digər nitq hissələrindən feil düzəldə bilir. Məsələn, isimə qoşulduqda izlə, izləmək, yəni mənasında çıxış etdiyində burada isimdir. Lə isə artıq isimdən feil əmələ gətirən şəkilçidir. Bir də deyirəm ki, təmizlə. Artıq burada nədir? Təmiz sifətinə qoşularaq feil əmələ gətiribdir. Zərfə də qoşula bilir. İrəlilə. Burada artıq zərfə qoşularaq feil əmələ gətiribdir. Və ən sonda
qoşma kimi də çıxış eləyir. Baxın, deyirəm ki, qələmlə yazıram. Nə ilə yazıram? Artıq nə ilə sualına cavab verir. Maşınla gedirəm. Nə ilə gedirəm? Maşınla gedirəm. Burada isə artıq bu qoşma kimi çıxış edir. Yəni ilənin qısalmış formasıdır. Lıq şəkilçisi. Lıq şəkilçisi həm dedik zərf düzəldir. Nəyə qoşularaq? Həm də zərfə qoşularaq. Həmişəlik, həlləlik. Artıq burada zərf yaradıbdır. Bir də deyirəm ki, məsələn, otluq, analıq, atalıq, gözlük. Artıq burada nə əmələ gətiribdir? İsim əmələ gətiribdir. İsmə qoşulub, isim də əmələ gətiribdir. Və son olaraq da sifət düzəldən şəkilçi kimi biz bunu göstərə bilərik. İllik, payızlıq, gündəlik, həftəlik və s. kimi sifət düzəldir. Başqa, məsələn, yuxarıda caq şəkilçisini qeyd eləmişdik. Sevincək çəkdik nümunə. Burada zərf idi. Bir də deyirəm, oyuncaq. Buradan da feilə qoşularaq nə əmələ gətiribdir? İsim əmələ gətiribdir. Anonimliklər bu qədər idi. İndi isə keçid eləyək mürəkkəb zərflərə. Mürəkkəb zərflər bitişik, ayrı və defislə yazılırlar. Bitişik yazılan mürəkkəb zərflərdən elə başlayaq. Birincisi deyə bilər ki, müxtəlif mənalı sözlərin birləşməsindən. Addım başı, göz ucu, daban basma, at üstü, sonra at üstü, bayram sayağı, ara bir. Məsələn, bu zərfin yazılışına diqqət edin, bitişik yazılır. Yəni, çox vaxt bunu ayrı yazılan bir söz kimi və yaxud da defislə kimi götürürlər, amma bitişik yazılır. Və s. kimi bir çox nümunələr çəkmək olar. Amma burada xüsusilə vurğuladığım daban basma, at üstü və bayram sayağı zərflərinin mənasını izah etmək istəyirəm ki, bəlkə hardasa qarşınıza çıxa bilər. At üstü başdan sovma, necə gəldi, yəni keyfiyyətsiz mənasına gələn bir zərfdir. Deyirəm, işi at üstü gördü. Yəni necə gəldi, keyfiyyətsiz şəkildə gördü mənasında işlədilibdir. Bayram sayağı zərfi isə bayramda olan kimi mənasını ifadə edir. Yəni bayram sayağı bəzənmək, nə tərzdə, necə bəzənmək. Sanki normal özün adi günlərdən biriymiş kimi bəzənirsən, amma çölə çıxanda deyirlər, bayram var, bayramda olan kimi bəzənmişsən ifadəsi işlədilir. Bir də qaldı geriyə daban basma. Daban basma isə sürətlə, tələsik mənasına, addım-addım izləmək mənasına gəlir. Məsələn, deyirəm ki, o məni evə qədər daban basma təqib etdi. Nə tərzdə təqib etdi, necə təqib etdi? Daban basma. Yəni, burada da artıq dediyim kimi sürətlə, tələsik mənalarına gəlir. Sonra biz bitişik yazılan mürəkkəb zərfi ba bitişdiricisi ilə də görə bilərik. Deyirəm ki, üzbəüz, taybatay, günbəgün, ilbəil və s. kimi bura nümunələri çəkə bilərik. Ayrıca qeyd eləmək istəyirəm, baxın. Rəng-bə-rəng, cürbəcür, sonra növbə-növ, rəngarəng. Baxın, bunlara diqqət yetirin. Bunlar zərf deyirlər. Bunlar nədir? Sifətdir. Bəs bunu necə müəyyənləşdirə bilərik? Necə qarışdırmaya bilərik? Deyirəm ki, baxın, üzbəüz oturmuşduq. Artıq üzbəüz oturmuşduq da, üzbəüz nəyə aid olubdur? Feilə aid olubdur. Bir də deyirəm, rəng-bərəng karandaşlar almışdıq. Rəng-bərəng
karandaşlar. Artıq burada rəngbərəng nəyə aiddir? Özündən sonra nə gəlibdir? İsim gəlibdir. Cürbəcür meyvələr deyirəm. Gördüyünüz kimi özündən sonra isim gəlibdir. Yəni ismə aid olubdur. Bu zaman o sifətdir. Yəni rəngbərəng, cürbəcür, növbənöv, rəngarəng. Görsəniz ki, cümlədə işlətdiyinizdə avtomatik özündən sonra isim gəlir, ismə aid olur. Deməli artıq o nədir? Sifət kimi çıxış edibdir. Bu sözlər yəni. Bunu da qeyd etdiyimizə görə artıq keçid eləyə bilərik. Dilimizdə bir qrup ayrı yazılan zərflərə. Ayrı yazılan zərflərə biz məsələn hər gün, bugün, bu saat, hər an, bitişik yazdım burada. Bir dəqiqə. Hər an, hər günü yazdıq. Daha sonra bu zaman, sonra bir dəfə, ilk dəfə və s. kimi nümunələri qeyd edə bilərik. Bu sözlər o zaman zərf olur ki, hər ikisi bir suala cavab versin. Məsələn, mən deyirəm ki, mən bugün şəhərə gedəcəm. Mən nə zaman şəhərə gedəcəm? Nə zaman? Bugün. Gördüyünüz kimi bir suala cavab verdilər. Bir də deyirəm ki, bu günü unutmaq olmaz. Nəyi unutmaq olmaz? Günü. Hansı günü? Bu günü. Bu hansı sualına cavab verdi? Bu nəyi sualına cavab verdi? Gördüyünüz kimi ayrı-ayrı suallara cavab verdilər. Ayrı-ayrı suala cavab verirsə, o zərf deyil. Amma ikisi də bir suala cavab verirsə, artıq o zərfdir. Başqa bir nümunə yenə göstərək. Bu bizim birinci cümləmiz olsun. Deyirəm ki, bu saat atamdan yadigardır. Bu saat evə gedəcəm. Baxın, nə atamdan yadigardır? Saat. Hansı saat? Bu saat. Gördüyünüz kimi ayrı-ayrı suallara cavab verdi. Nə zaman evə gedəcəm? Bu saat evə gedəcəm. Artıq bu ikisi birlikdə nə zaman sualına cavab verdi. Deməli burada nədir? Zərfdir. Bu məqama da diqqət yetirmək lazımdır. İndi isə defislə yazılanları qeyd edək. Sadə sözlərin təkrarı ilə yarananlar var. Məsələn, deyirəm, yavaş-yavaş, asta-asta, tez-tez, gec-gec və s. kimi bir çox nümunə çəkə bilərik bura. Başqa, məsələn, deyirəm, ağıllı, ağıllı, mənalı, mənalı, gizli, gizli və s. Diqqət edirsinizsə, əslində bu nədir? Sifətdir. İki dənə sifətin təkrarı və defislə yazılıbdır. Artıq nə əmələ gətiribdir? Düzəltmə sözlərin təkrarı ilə zərf əmələ gətiribdir. Ağıllı, ağıllı, mənalı. Düzəltmə sözün təkrarı ilə zərf əmələ gəlibdir. Başqa bir nümunə daha göstərək. Deyirəm, yan-yana. Qabaq-qabağa. Diqqət edirsinizsə, bir tərəfi sadədir, digər tərəfi isə artıq nə? Şəkilçi qəbul edibdir. Bəzən elə olacaq ki, iki tərəf də şəkilçi qəbul edə bilər. Deyirəm ki, ildən ilə. Artıq burada nədir? Hər iki tərəf də şəkilçi qəbul edibdir. Sonra
Başqa nə nümunə deyə bilərik? Eyni sözlərin, yəni daha doğrusu yaxın mənalı sözlərin, bu birinci eyni sözlərin təkrarıdır. İndi isə qeyd edəcəyim yaxın mənalı sözlərin təkrarıdır. Deyirəm ki, ara sıra. Səssiz, səmirsiz. Baxın, ara sıra, səssiz, səmirsiz. Bu səmirsiz sözü ilə bağlı bir məqamı qeyd eləmək istəyirəm. Adətən düşünürlər ki, bu nümunəni görəndə bir tərəfin mənası olan, digər tərəfi isə heç bir leksik mənası olmayan sözlər sırasında, məsələn, az, maz, yəni bu şəkildə düşünürlər. Bir tərəfinin leksik mənası olmayan zərf şəklində düşünürlər, amma elə deyil. Bu söz bizim ədəbi dilimizdə var. İstəsəniz Azlexdən də baxa bilərsiniz. Səmir sözü səs mənasına gəlir. Baxın, səmir sözü səs mənasına gəlir. Yəni bu da eyni sözün təkrarı ilə, yəni yaxın mənalı, daha doğrusu yaxın mənalı sözün təkrarı ilə əmələ gələn zərfdir. Əks mənalı sözlərin birləşməsi ilə də deyirəm ki, gec, tez. Az, çox. Burada da artıq əks mənalı sözlərin birləşməsi ilə əmələ gəlmiş nə var? Yəni köməyi ilə əmələ gəlmiş zərf var. Başqa deyə bilərik ki, xısın, xısın. Elə bayaq sildiyim azmazı nümunə çəkə bilərik burada. İçin, için. Aha. İçin ağlayırdı. Necə ağlayırdı? İçin ağlayırdı. Bu isə tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə əmələ gəlibdir. Başqa deyə bilərik ki, 1-ə 5, 1-ə 10 və s. Yəni bura nümunələr çəkə bilərik. Bu nədir? Yönlük halda işlənmiş bir sayına digər bir sayın qoşulmasıdır. Bunu kəsr sayı ilə qarışdırmayın. Kəsr sayı necə idi? Deyirəm ki, 4-də 5. 4-də 5 deməyək. Düzgün olmayan kəsr əmələ gəlir onda. Deyək 4-də 2. 4-də 2 dediyimdə gördüyünüz kimi burada yönlük halın şəkilçisi qoşulubdur. Və kəsr necə yazılır? 4-də 2 şəklində yazılır. Burada da riyazi bilgilərimizi danışdırırıq. Nəysə, reklamlar bitdi. Yəni, kəsirdə dediyimiz kimi nədir? Yerlik halın şəkilçisi qoşulur. Amma zərf olanda yönlük halın şəkilçisi qoşulur. Bunları da qarışdırmayaq bir-biri ilə. Defislə yazılan zərflər də bu qədər idi. İndi keçid eləyək zərfin mənaca növlərinə. Elə başlayaq tərzi hərəkət zərflərindən. Tərzi hərəkət zərfləri hərəkətin, bəzən də əlamətin tərzini bildirir. Sualları nələrdir? Necə, nə cür, nə tərzdə və s. kimi suallara cavab verir. Nə vəziyyətdə? Yəni bunu da aid edə bilərik. Quruluşca sadə, düzəltmə, mürəkkəb olurlar. Buna da nümunələr göstərək. Deyirəm ki, baxın, sadəyə. Elə yazaq burada. Yaxşı, pis, çətin, sərrast, səlis, bərk və s. kimi yenə bura nümunələr göstərə bilərik. İndi isə düzəltməyə nümunə göstərək. Deyə bilərik dahiyanə. Yuxarıda şəkilçilər qeyd eləmişdim. Ora çəkdiyim nümunələrin bir çoxunu bura aid edə bilərik. Deyirəm inadla. İnadla vuruşurdu. Nə tərzdə vuruşurdu, necə vuruşurdu. Sonra qəhrəmancasına, birlikdə, yanaşı, rusca danışırdı, necə danışırdı, yanaşı, çəpəki. Yəni burada bir çox nümunələri göstərə bilərik. Mürəkkəb. Dedim, at üstü bizə gəldi. Yəni, məsələn, at üstü. Bayaqları buna nümunə göstərdik sizə. Sonra qoşa-qoşa. Daha sonra daban basma.
sınxsın. Yəni yuxarıda çəkdiyimiz nümunələri burada göstərə bilərik. Məsələn, deyirəm ki, əvvəldən axıra. Bu nədir? Hər iki tərəfi şəkilçi qəbul etmiş zərfdir. Bunları nümunə göstərə bilərik. Burada qoşa-qoşanı ən axırda sizin üçün bir məqamı qeyd edəcəm ki, onu fe'li bağlama ilə qarışdırmayasınız. Deməli, tərzi hərəkət zərflərinin sadə düzəltmə mürəkkəb olduğunu quruluşçada göstərdik və indi bunu silim. Hətta silməyim, başqa bir yeni bir səhifə açaq. Olan tərzi hərəkət də o cümlədən əlamətə aid ola bilir. Deyirəm ki, o yaman yorğun idi. Artıq burada nəyə aiddir? Yaman zərfi əlamətə aiddir sifətə. Bir də o məqamı qeyd edim ki, sizə. Tərzi hərəkət zərfləri qoşma ilə işlənə bilməzlər. Bəzi hallarda qoşma ilə işlənə bilər. Məsələn, deyirəm, o uşaq kimi ağlayırdı. Nə tərzdə ağlayırdı? Necə ağlayırdı? Uşaq kimi ağlayırdı. Gördüyünüz kimi artıq burada qoşma ilə işlənibdir. Amma dediyimiz kimi istisnalar qaydanı pozmaz. İndi fe'li bağlamanın ıb, araq, madan, a şəkilçisi var. Biz bunu artıq fe'l mövzusundan keçmişik. Keçid edib baxa da bilərsiniz. Orada da qeyd eləmişəm. Bu şəkilçini bəzən cümlə daxilində gördükdə zərf götürürlər. Amma düzəltmə zərfləri mən sizə izah edərkən bu şəkilçiləri orada qeyd eləmədim. Xüsusən də bu şəkilçini zərf şəkilçisi kimi götürürlər. Abituriyentlərin çoxluqla buraxdığı səhvlərdən biridir. Zərfin belə şəkilçisi yoxdur, əziz abituriyentlər. Bunlar fe'li bağlamanın şəkilçiləridir. Fe'li bağlama həm fe'lə aid olur, həm zərfə aid olur. Bu şəkilçilərlə də yaranan fe'li bağlamanı da zərfə bənzədirlər. Ona görə də səhv salırlar. Niyə? Çünki fe'li bağlama dedik ki, zərfə də aid ola bilir. Məsələn, birini cümlə daxilində işlədək. Deyirəm ki, dərslərini oxuyub yatdı. Nə zaman yatdı? Dərslərini oxuyub yatdı. Bu artıq fe'li bağlamadır və sintaktik cəhətdən də cümlədə zaman zərfliyi kimi çıxış edibdir. Dediyim kimi, bunu zərfindən səhv salmayın. Zərfin belə şəkilçisi yoxdur. Nə ıb şəkilçisi, nə araq, nə madan, nə a şəkilçisi yoxdur. Elə bu şəkilçini burada qeyd eləmişkən, yuxarıda sizə dedim ki, qoşa-qoşa ilə bağlı sizə bir məqamı qeyd eləyəcəm ki, onu fe'li bağlama ilə səhv salmayasınız. Elə bu məqamı buradaca qeyd edeyim. Baxın, qoşa-qoşa cüt-cüt mənasında çıxış etdikdə deyirəm ki, biz qoşa-qoşa oturmuşduq. Burada cüt-cüt mənasında, yəni biz cüt-cüt oturmuşduq. Burada o zaman zərf olur. Baxın, mən burada qeyd etdiyim qoşa-qoşa da məhz bu qoşa-qoşadır, yəni cüt-cüt mənasında. Bir də ata arabaya qoşa-qoşa hey deyinirdi dediyimdə isə artıq nə mənasında istifadə olunubdur? Qoşmaq mənasında. Artıq burada nədir? Fe'li bağlamadır. Bundan başqa nümunələr də göstərə bilərik. Dönə-dönə. Dönə-dönə dəfələrlə mənasında çıxış etdikdə zərfdir. Deyirəm ki, bu mövzunu ona dönə-dönə başa saldım. Yəni dəfələrlə başa saldım. Bir də deyirəm ki, evin ətrafında dönə-dönə hey öz-özünə danışırdı deyirəm. Artıq burada nədir? Dönmək mənasında. Yəni evin ətrafında dönmək mənasında çıxış edirdi. Bunda nə olacaq? Fe'li bağlama olacaq. Çünki fe'li bağlama fe'lə də aid olur axı. Dönmək mənasında həm fe'li, həm zərfə. Artıq dönmək fe'l kimi çıxış eləyəndə o fe'li bağlama olur. Başqa bir nümunə. Tikə-tikə. Tikə-tikə
hissə mənasında çıxış eləyəndə, yəni parça-parça, hissə-hissə zərf olur. Onda bura sıxışdıraq hissə-hissə. Zərf olur. Bir də deyirəm tikmək mənasında. Paltarı tikə-tikə hey deyinirdi. Eyni tipli cümlələr qurdum, fərqindəyəm. Tikmək bu da nə oldu? Feili bağlama. Yəni bunu qarışdırmayın. Cüt-cüt mənasında çıxış eləyəndə söz bu şəkildə olur. Yəni təhlili, qoşa-qoşa sözün köküdür. Dəfələrlə mənasında belə olur. Hissə-hissə mənasında bu şəkildə olur. Amma mən onu feili bağlama kimi göstərsəydim, dön, artıq burada qrammatik şəkilçi olacaqdı. Yəni bu məqamlara diqqət yetirmək lazımdır. Tərzi hərəkət zərfliyi haqqında da deyəcəklərim bu qədər idi. İndi keçək zaman zərfinə. Zaman zərfləri isə hərəkətin və ya hadisənin zamanını bildirir. Sualları nə vaxt, haçan, nə zaman suallarına cavab verir. Quruluşca sadə, düzəltmə və mürəkkəb olur. İndi bunlara nümunələr göstərək. Deyirəm dünən, səhər-səhər, yox, səhərin özünü bura qeyd eləyək. Səhər-səhər mürəkkəbə gedəcək. Axşam, sonra, həmişə, əvvəl, sonra, hələ, qabaq, bəzən, erkən və s. kimi yenə bura bir çox nümunələri çəkə bilərik. Düzəltmə zərfləri, zaman zərfləri, hələlik, çoxdan, hərdən, gündə, indilik, yayda, qışda, həftədə, sonra yaza bilərik əzəldən, həmişəlik, tezlikdə, bayaqdan və s. kimi yenə bura nümunələri qeyd edə bilərik. Mürəkkəblərə hərdən bir, buna da diqqət edin, bitişik yazılır. Hərdən bir, səhər-səhər, axşam tərəfi, sonra bugün sabah, sabah, hərdən birdən, hər an, birisi gündə, gec tez, yay qış, haçandan haçana. Baxın, bunu da belə qeyd edeyim. Və s. kimi yenə bura bir çox nümunələri biz qeyd edə bilərik. Bəzən biz zaman zərflərini ismə aid şəkilçi ilə işlənərkən görəcəyik. Amma bu o demək deyil ki, o isimləşibdir. Xeyr, isimləşmiş sayılmır. Məsələn, deyirəm ki, dünəndən bizimlə danışmayıb. Nə vaxtdan bizimlə danışmayıb? Nə vaxtdan? Artıq gördüyünüz kimi zərfin sualına cavab veribdir. Nə vaxtdan bizimlə danışmayıb? Bəli, ismə aid hal şəkilçisinə, çıxışlı halın şəkilçisinə burada qəbul edibdir. Amma yenə dediyimiz kimi o isimləşməyib. Burada tərzi hərəkət zərflərindən bəhs eləyərkən ıb, araq, madan, aa şəkilçilərini göstərmişdik ki, feili bağlamanın şəkilçiləridir, hansı ki və tərzi hərəkət zərfi ilə qarışdırılırdı. Yəni bunlarla yaranan sözlər. Eyni şəkildə feili bağlamaya aid olan anda arkan şəkilçiləri var ki, onu da buradan yazaq. Bununla yaranan feili bağlamalar da zaman zərfləri ilə səhv salınır. Yenə yuxarıda da mən şəkilçiləri izah edərkən bu şəkilçiləri orada qeyd eləməmişdim. Deməli nədir? Bunlar feili bağlama şəkilçiləridir, zərfin şəkilçiləri deyil. Məktubu görəndə artıq gec idi deyirəm. Nə zaman gec idi? Məktubu görəndə. Burada sintaktik təhlil zamanı, bəli, cümlədə zaman zərfliyidir. Amma zərfi deyil. Feili bağlamadır o. Buradan yeni bir səhifə açıb sizə bir məqamı qeyd eləmək istəyirəm.
Əvvəl və sonra eyni zamanda qoşma ola bilər. Bəs bunu mən zərfdən necə ayırd eləyə bilərəm? Bu məqama diqqət yetirək. Deyirəm ki, səndən əvvəl mən gəlmişdim. Bir də deyirəm, qapıdan əvvəl mən çıxdım. Çox zaman əvvəl və sonra qoşmasını müəyyənləşdirmək üçün deyirlər ki, baxın, özündən sonra çıxışlı halın şəkilçisi gəlirsə, deməli orada əvvəl nə kimi çıxış edibdir, qoşma kimi çıxış edibdir. Bu şəkildə situasiyaya yanaşsaq, görərik ki, bu iki cümlədə də mən nə yazmışam? Artıq burada əvvəl nədir? Qoşmadır. Çünki mən iki cümlədə də mən nə işlətmişəm? Çıxışlı halın şəkilçisini işlətmişəm. Amma xeyr, baxın, səndən əvvəl mən gəlmişəm. Burada əvvəl qoşmadır. İndi izahını verəcəm. Burada isə zərfdir. Bəli, bu məqama diqqət yetirə bilərsiniz. Dən şəkilçisi ilə ayırd eləyə bilərsiniz. Amma cümləni oxuyub mənasını da başa düşmək və başqa bir üsulla da bunu ayırd eləyib o şəkildə yazmağınız məqsədə uyğundur. Bir digər tapa biləcəyiniz məqamsa budur. Əvvəl sözünü əgər siz çıxışlı hallı sözdən qabağa keçirdə bilirsinizsə və bu zaman cümlənin mənası dəyişmirsə, o zərfdir. Baxın bu cümləmə. Deyirəm ki, əvvəl qapıdan mən çıxdım. Əvvəl sözünü götürdüm mən qapıdan, çıxışlı hallı sözdən əvvələ keçirtdim və cümlənin mənasında heç bir dəyişikliyin olmadığını müşahidə elədim. Deməli, bu nədir? Zərfdir. Amma burada qoşma kimi çıxış eləyən əvvələ baxaq. Əvvəl səndən mən gəlmişdim dediyimdə məna düzgün gəlmir. Artıq burada nədir? Qoşmadır. Çünki qoşmanı qoşulduğu sözdən ayıra bilmərik. Bu da bu şəkildə. Bu məqama da diqqət yetirin. Digər bir qeyd. Tez, geç, tez-tez zərfləri ilə bağlıdır. Baxın, bu zərflər həm zaman zərfi kimi çıxış eləyə bilir, həm də tərzi hərəkət zərfi kimi çıxış eləyə bilir. Deyirəm ki, Aysel tez getdi. Bir də deyirəm ki, Aysel tez qocaldı. Baxın, feilə aiddir burada tez zərfi. Tez getdi, yəni cəld getdi mənasında işlədilibdir. Cəld mənasında işlənəndə tərzi hərəkət zərfidir. Tərzi hərəkət zərfi. Qısa formada qeyd edirəm. Amma vaxtından əvvəl mənasına gələndə bu nədir? Zaman zərfidir. Aysel vaxtından əvvəl qocaldı mənasında iştirak edibdir. Deməli, bu da nədir? Zaman zərfidir. Və yaxud da başqa bir cümlə. O mətni tez-tez oxuyur deyirəm. Yəni, cəld oxuyur. Burada tərzi hərəkət. Onlar tez-tez bizə qonaq gələrdilər dediyimdə, artıq burada davamlı mənasında, mütəmadi mənasında işlətmişəm. Burada da nədir? Zaman zərfidir. Zaman zərfi haqqında da bu qədər. İndi isə yer zərfinə keçid edək. Yer zərfi də hərəkətin icra olunduğu yeri bildirir. Hara, haraya. Harada, haradan. Haradan suallarından birinə cavab verir. Belə bunda mötərizə daxilində n-nı yazım uzatmadan. Qurulurca sadə, düzəltmə, mürəkkəb olurlar. Məsələn, sadəyə nümunə göstərək. Deyirəm irəli, geri, aşağı, yuxarı, yaxın, uzaq, bəri, bura, ora və s. kimi nümunələri çəkə bilərik. Düzəltmə yer zərflərinə. Ortalıqda, yaxınlıqda məsələn. Nümunə ola bilər bura. Mürəkkəbə də bir neçəsini deyək. Məsələn, ora, bura. Defislə yazıldıqda mürəkkəb olurlar. O tərəf, bu tərəf. Sağa, sola.
sonra üzü aşağı, qabaq-qabağa, dala-qabağa, irəli-geri, ağzı yuxarı. Yenə bura bir çox nümunələri biz çəkə bilərik. Yer zərfləri ilə məkan anlayışı bildirən isimlər çox zaman səhv salınır. Bu məqama da toxunaq. Baxın, mən deyirəm ki, Ayxan ora getdi. Bir də deyirəm, Ayxan kəndə getdi. Kəndə getdi dediyimdə artıq sizdə konkret bir məkan anlayışı formalaşır. Bir təsəvvür yaranır. Amma ora getdi dediyimdə sizdə bir təsəvvür yaranmır. Konkret bir yer formalaşmır sizdə. Bir məkan anlayışı gəlmir. Ora haradır bilirik, xeyr bilmirik. Deməli burada nədir bu? Yer zərfidir. Amma kəndə sözü məkan mənalı isimdir. Belə. Miqdar zərfinə gələk. Miqdar zərfidəki hərəkətin və əlamətin miqdarını, dərəcəsini bildirir. Nə qədər, nə dərəcədə suallarına cavab verir. Bu da quruluşca eyni şəkildə sadə, düzəltmə, mürəkkəb olur. Bunu qısa şəkildə qeyd elədim. Sadə miqdar zərflərinə və yaxud da kəmiyyət zərfləri belə də deyə bilərik. Nümunə kimi göstərə bilərik. Xeyli, az, çox, tamam, azca və s. kimi. Düzəltmələrə göstərə bilərik. Məsələn, dəfələrlə, sonra tamamilə, qismən, bütünlüklə, qismən, bütünlüklə və s. kimi yenə bura nümunələr çəkə bilərik. Mürəkkəblərə 1-ə 5, sonra az-az, çox-çox. Yəni burada bir çox nümunələri qeyd edə bilərik. Bir də onu qeyd edelim ki, saylardan bir sıra və bir çox miqdar zərfi ola bilmirlər. Yəni bunu da ayrıca vurğulayaq. Məsələn, deyirəm ki, hava xeyli isti idi. Artıq gördüyünüz kimi burada miqdar zərfi nəyə aiddir? Əlamətə aiddir. Yəni hərəkətə aid olduğu kimi əlamətə də aid ola bilir. Ayrıca da bunu vurğulayaq. Miqdar zərfi haqqında da bunları qeyd etdik. İndi gələk zərfin digər nitq hissələrindən fərqləndirilməsinə. Baxın, amonimliyi demirəm, fərqləndirilməsi deyirəm. Bəzi sözlərimiz var ki, həm zərf kimi çıxış eləyə bilir, həm də digər nitq hissələri kimi çıxış eləyə bilir. İndi onlara nümunə çəkəcəm. Amma burada bir şeyə diqqət eləməlisiniz ki, məsələn, gecə-gündüz sözü götürürəm. Yaxşı, gözəl. Elə gecə-gündüzün özünü yazdım, sizə nümunə əsasında göstərim. Deyirəm ki, səhər açıldı. Bir də deyirəm ki, səhər gedərsən. Nə açıldı? Nə? Artıq buradan nə sualı verdim. Deməli, bu nədir burada? İsim. Nə zaman gedərsən? Səhər. Nə zaman sualını verdiyimə görə artıq burada nə kimi çıxış edibdir? Zərf rolunda çıxış edibdir. Niyə amonim deyirlər bunlar? Çünki biz nə demişdik? Amonim sözlərin mənaları tamam bir-birindən fərqli olmalıdır. Burada səhər ikisi də zaman anlayışı bildirdiyinə görə nə olsun ki, isim kimi çıxış edibdir. Yenə də zaman anlayışı ifadə eləyirmi? Eləyir. Deməli, bu nədir? Bu sözlər amonim deyirlər. Məsələn, başqa nümunə deyirəm. Kəndə gecə çatdıq. Bir də deyirəm ki, gecə çox uzundur. Nə zaman çatdıq? Gecə. Zərf kimi çıxış edib. Çünki nə zaman sualına cavab verdi. Nə uzundur? Gecə. Artıq nə sualına cavab verdiyinə görə isimdir. Amma bunlar amonim deyirlər. Niyə dedik? Çünki hər ikisi də əslində eyni mənanı ifadə edirlər. Amma amonim sözlər tamam fərqli mənalar. Mənalarından biri aya baxırsa, digəri çaya baxmalıdır. Yəni bu şəkildə deyim, izah edeyim. Sonra
Bu isim və zərfə nümunə göstərdik. Bir də yaxşı nümunəsini çəkə bilərik ki, deyək ki, o yaxşı qızdır. Bir də deyirəm. Bir də zərf mənasında işlədək. Bir də deyirəm, o yaxşı oxuyur. Necə qızdır? Necə yaxşı? Gördüyünüz kimi necə sualı verdim. Deməli, bu nədir? Sifət. Sintaktik təhlil zamanında təyin olur. Bir də deyirəm ki, necə oxuyur? Nə tərzdə oxuyur? Artıq burada nədir? Zərfdir. Burada ismə aid olubdur. Burada nəyə aid olubdur? Feilə aid olubdur. Qəşəng, cəld, tək, aydın, açıq, doğru, dahiyanə və s. kimi nümunələr çəkə bilərik. Bayaqlarda, yuxarıda gecə, gündüz dedim, günorta, axşam, səhər, yenə burada nümunələr göstərə bilərik. Sonra artıq gördük ki, burada nə kimi çıxış elədi? Sifət və zərf kimi çıxış elədi. Burada isə isim və zərf kimi çıxış eləmişdi. İndi isə say və zərfə nümunə göstərə bilərik. Deyirəm ki, az danış. Az alma almışdı. Az meyvə almışdı və s. Artıq burada nəyə aiddir? Feilə aiddir. Nə bildirir? Zərf bildirir. Burada nəyə aiddir? İsmə aiddir. Artıq burada nədir? Saydır. Almanın miqdarını göstərir. Məsələn, xeyli adam deyirəm. Nə qədər adam? Burada say olur. Bir də deyirəm, xeyli oxumaq. Nə qədər oxumaq? Artıq yenə burada nə olur? Zərf olur. Bayaqlar yuxarıda qeyd eləmişdim. Burada da bir daha qeyd edirəm. Bir sıra və bir çox sözləri yalnız say kimi çıxış eləyir. Yəni, zərf ola bilmirlər. Bu məqamların hər biri dedik ki, nədir? Amonim deyirlər. Amma amonim kimi indi sizə göstərəcəm qoşma və zərfi. Hansı ki, yuxarıda da vurğuladım, amma qısa qeyd kimi yenə buradan keçirəm. Bunlar hansılar idi? Əvvəl, sonra, qabaq, bəri, doğru, tək, ayrı və s. kimi nümunə ola bilər. Deyirəm, əvvəl fikirləş, sonra danış. Burada əvvəl və sonra nə kimi çıxış edəcək? Zərf kimi çıxış edəcək. Nəyə aiddir? Zərfə aiddir. Bir də deyirəm ki, ondan sonra, dünəndən bəri və s. kimi. Baxırıq, həm çıxışlıq hallı sözdən sonra gəlibdir, həm də ki, mən bunu cümlədə işləsəm, sonranı qabağa keçirdə bilməyəcəyimə görə artıq bu burada nədir? Qoşma kimi çıxış edibdir. Amonim deyil dediklərim, birinci, baxın, bura daxildir, bura daxildir, bura daxildir. Amma bura daxil deyil. Mövzumuzun izahı da burada yekunlaşır. Hər şeyi vurğuladım sizin üçün və eyni zamanda bura 2 dənə sual yerləşdirmişəm. Mövzunu tamamilə dinlədikdən sonra, başa düşdükdən sonra bu 2 sualı işləyib cavabınızı isə yorumlar hissəsində qeyd etməyinizi istəyirəm. Yanlış cavablandırılanlara da düzgün variantı izah edərək başa salacağım. Sonraki mövzuların izahına qədər görüşənədək.